Salam. Hörmətli, könüllü ictimai nəzarətçilər İctimai Birliyinin üzvləri. Bildiyiniz kimi 17 noyabr birliyimizin yaranmasının 3 il 8 ay tamam olduğu bir gündür. Biz 3 il 8 ay müddətində bir çox işlərə imza atmışıq. Bir çox işlər görmüşük, bir çox tədbirlər keçirmişik. 3 il 8 ay müddətində birliyimizin fəaliyyəti həm inkişaf edib, həm də ara bir zəifləyib. Bu da birlik üzvlərinin fəaliyyətindən asılı olan məsələlərdir. Bəzən insanların işləri çox olub, bəzən isə birliyin fəaliyyəti ilə məşğul olublar. Birliyimizin mərkəzi Aran regional təşkilatı Göyçay, Ucar, Cəlilabad, Beyləqan regional, Füzuli regional, Qazax regional, Gəncə şəhər təşkilatı, Tovuz rayon təşkilatı və digər təşkilatlarımız fəallıq göstəriblər. Son vaxtlar Kürdəmir təşkilatının da fəallığı artıb. Beləliklə, birliyimizin bütün rayon şəhər təşkilatlarının fəaliyyəti davam edir. Bildiyiniz kimi birliyimizin 150 nəfər üzvü var. Onun 100 nəfəri ümumi təşkilatda, qalanları isə regional təşkilatlarda fəaliyyət göstərirlər. Mən hər ay birliyimizin yaranma günü münasibətilə bütün üzvlərimizi təbrik etmişəm və özümə borc bilirəm ki, birliyimizin 3 il 8 ayının tamam olması münasibətilə də birliyimizin kollektivini, birliyimizin bütün üzvlərini bir daha təbrik edim. Uzun, mənalı ömür və hər birinizə möhkəm can sağlığı arzu edirəm. Bu bizim ən əsas vəzifələrimizdən biridir ki, özümüzü qoruyaq, özümüzə diqqət ayıraq və digər insanların da problemləri ilə məşğul ola bilək. Ona görə də birliyimizin 3 il 8 ay münasibətilə hər birinizi təbrik edirəm, can sağlığı arzu edirəm. Hörmətlə Təyyar Zülfüqarov, birliyin sədri.